baxaq bugün təyinatınızda nələr var? Necəsiz? Bugün təzyiqiniz normal olur? Belə də üstü. Necəsiz? Narahatçılıq yoxdur ki? Nəsə biraz halsızam elə. Elşən müəllim, eşidirsiniz məni? Elşən müəllim, köməyə gəlin, kömək edin. Mavi kod işə salın, mavi kod işə salın, mavi kod. Birinci mərtəbə 705-ci otaq mavi kod. 7-ci mərtəbə 705-ci otaq mavi kod. 7-ci mərtəbə 705-ci otaq mavi kod. Diqqət, diqqət. 7-ci mərtəbə, otaq 705, mavi kod. Diqqət, diqqət. 7-ci mərtəbə, otaq 705, mavi kod. Diqqət, diqqət. 7-ci mərtəbə, otaq 705, mavi kod. Yavaş verin. Təyinat əsasında vena daxili antibiotik vurulan zaman xəstənin huşu itdi. Diyara devam edin. Dur, dərhal monitoru boşun. Azizə xanım, 1 mg adrenalin hazırlayın. Əsmə xanım, siz qeydiyyata başlayacaqsınız. Oldu doktor. Doktor monitor hazırdır. Ritim şoklanan ritimdir. Dərhal 200 jol hazırlayın. Şok hazırdır. Herkes kenara. Yerler dəyişilsin, kompres olunsun. Çiçəklər devam. Bir miligram adrenalin hazırdır doktor. Əsmər xanım 2 dəqiqə 15 saniyə qalmış mənə xəbər edin. 2 dəqiqə 15 saniyə qalır. Defibrillatoru 360 şarj edin. Doktor 2 dəqiqə tamam oldu. 360 yıl hazırdır. Herkes kenara. Şok olunmayan ritimdir. CPR'a devam. Şoku boşaltın. Azədə xanım dərhal 1 mg adrenalin vurulsun. 1 miligram adrenalin getdi. Doktor epinefrin qeyd olundu. Doktor 2 dəqiqə 15 saniyə qaldı. Doktoru təkrar 360 şarj edin. 360 yıl hazırdır. Xəstədə nəbzi var. Ritim bradikardiya. Nəfəs yoxdur. Ambu ilə 6 saniyədən bir davam. 1, 2, 3, 4, 5, 6. Xəstəni dərhal reanimasiya şöbəsinə yerləşdiririk. Dəyərli həmkarlar, sizi təbrik edirəm. Xəstədə artıq spontan tənəffüs, nəbz var. Reanimasiya şöbəsindədir, həkimlər məşğul olurlar. Çox güman antibiotikin verdiyi anafilaktik şokun nəticəsi idi ki, xəstədə ürək dayanma olmuşdu. 15 dəqiqə ərzində aparılan intensiv ağciyər reanimasiyası uğurla nəticələndi. Bunun üçün hər birinizi təbrik edirəm. Siz de çok sağ olun doktor. Sağ olun, sağ olun.